Bir daha selam. Başlayaq period formasının növlərini öyrənməyə. Birinci növdən başlayaq. Quruluşuna görə periodlar sadə olur və qurma olur, yəni mürəkkəb olur. Bu qurma mürəkkəb periodu mən ən axırda izah edəcəm. Bütün bu növləri izah edəndən sonra. Çünki bu bütün növlərin, necə deyim, əlaməti, prinsipləri bu mürəkkəb periodların içində olur. Uzatmayayım, sadə periodlar. Sadə periodlar bir cümləli, iki cümləli, üç cümləli ola bilir. Bir cümləli period nədir? Cümlədir, amma fikir bitir. Sanki bir cümləli abzasdır. Musiqidə bunu yaratmaq çox çətin məsələdir. Bu bilirsiniz nəyə oxşuyur? Ədəbiyyatda atalar sözlərinə. Siz bir cümlə ilə sadə bir şeydə ifadə edə bilərsiniz. Misal üçün deyərsiniz, sevgi dünyaya hakim olsun. Bu bir fikirdir, cümlədir. Yəni burada sual qalmır. Sevgi dünyaya hakim. Əgər burada kəssəydim, onda yarımçıq qalırdı, düzdürmü? Amma sevgi dünyaya hakim olsun. Tamam. Fikir bitdi. Bu bir cümlədir və yaxud daha dərin belə ağır mənalar ifadə edən, misal üçün atalar sözləri kimi. Məsələn belə, daş yerində ağırdır. Təbii, balaca çay daşından söhbət getmir, böyük ağır daşlardan. O daşı ki yerindən qaldırırsan, artıq onun bir ağırlığı qalmır. Və yaxud dil yarası qılınc yarasından pis olar. Cümlədir. Mən bir cümlə də işlədə bilərəm. Məsələn, o klassik məktəbdə deyirdik, anam bazardan alma aldı. Bu da cümlədir, düzdürmü? Amma oradakı məna o sıradan bir cümlədir. Amma burada atalar sözlərində xüsusilə bir məna olur, ağırlığı olur. Yəni onun daşıdığı yük çox olur. Musiqidə belə cümlələr hazırlamaq çətindir. Xüsusilə baxın, əgər siz elə bir mövzu düşünün ki, onu 32 dəfə işlədəcəksiniz, o elə mövzu olmalıdır, onun potensialı o qədər olmalıdır ki, çox mümkün olduğu qədər çox işlənə biləcək bir mövzu olmalıdır və cəmi bir cümlə ilə bitməlidir. Belə periodlara cümlə period deyirlər. Çünki adından bəlli olduğu kimi bir cümlədən ibarətdir. Cümlə periodu. Biz bir cümləli periodları, yəni cümlə periodları frazalara bölə bilərik, motivlərə bölə bilərik. Cümlə nəyə bölünə bilərsə ona bölə bilərik, submotivlərə bölə bilərik. Amma artıq cümlə başqa cümləyə təbii ki bölünə bilməz. Belə cümlələrdə ortada dayanacaq olmur. Siz bu balaca 8-lik pauzalara baxmayın. Bunlar sezora deyil. Bu da burada sezora deyil. Çünki bitkinlik sadəcə ən sondadır. Qulaq asaq istəyirsiniz. Bu uzun not olsa da sezora deyil. Kadensiya yoxdur burada. Eşitdiyiniz kimi də burada tamamlama yoxdur. Qulaq istəyir ki, davamını eşitsin. Yəni bir axın var, melodiya axını var, tema başlayır və sadəcə burada bitir, ən sonda. Nöqtə burada qoyulur. Başqa bir nümunə sizə göstərim. Öz əsərimdən sizə nümunə vermək istəyirəm. Variasiyalardan çeşidlər adlandırmışam və onun teması. Son olaraq bir dənə də sizə nümunə göstərim. Biraz mübahisəyə açıqlama öncədən deyim. Mozart'ın 40-cı simfoniyasından Menuet. Öncə qulaq asaq istəyirsiniz. Mübahisəyə açıq deyəndə nəyi nəzərdə tuturam? İlk baxışdan sanki bax burada tonikaya gəlir. Bu bir cümlə kimidir sanki. Onsuz da xani xarici ilə başlayıb, yəni buradan ikinci cümləni düşünmək olar. Amma melodiyanın ümumi səslənişi, temanın ümumi səslənişi burada o bizim bildiyimiz sezuranın olmadığını göstərir. Bu tema həmçinin o bayaq göstərdiyim Beethoven'in 32 variasiyasının mövzusu kimi. Baxmayaraq ki, biz burada pauzalar görmüşdük, uzun bir not görmüşdük. Belə olan hallarda biz adətən deyirik ki, burada sezura var. Amma ümumi tema, melodiyanın gedişi, onu da nəzərə almaq lazımdır təbii ki. Bizdə bir bütünlük hissini sadəcə ən sonda verir. Biz ən sonda bütünlüyü hiss edirik. Fikir burada bitir yəni. Nə qədər uzun olursa olsun, qısa ola bilər, uzun ola bilər. Burada neçə xanə var? 1, 2, 3, 14 xanəlik bir cümlə period görürük burada.
Belə bir neçə frazaya bölə bilərik, hətta motivlərə də bölə bilərik. İndi onları da işarələmirəm. Məsələn, bu bir motiv. Bunlar baxın, motiv. Motivlərə bölə bilərik. Frazalara bölə bilərik, amma cümlələrə bölünmür. Bir cümləli period haqqında bu qədər məncə yetərlidir. Yəni bir cümlədən ibarət olur, fikir tək cümlə ilə yekunlaşır. Bəs quruluşuna görə digər sadə periodlar necə olur? İki cümləli periodlara baxaq. Keçən dərs dediyim klassik period forması ki var idi. İki cümlədən ibarət period formasıdır. Bax, bu da sadə period formasıdır. İki cümləli period forması çox geniş yayılıb. Biz bundan sonra periodun bu biri növlərinə kimi baxacağıq. Orada da çox sayda iki cümləli periodlar görəcəyik, period nümunələri. İki cümləli period nümunələri çox yayılıb. Demək olar ki, ən geniş yayılmış period növüdür və biz digər növlərə baxanda orada kifayət qədər iki cümləli periodlar görəcəyik. Sadəcə yenə də bir 2-3 dənə mən sizə nümunə göstərim. Bu sanatını tez-tez göstərən bilirəm, amma lazımdır və bundan sonraki dərslərimizdə də yenə bunu göstərəcəm. Bu birinci cümlə. Bu da ikinci cümlə. Period tamamlanır. Haydın sanatasına baxaq. Birinci cümlə. Bu da ikinci cümlə. Oldu iki cümləli sadə period. Partitura gözünüzü qorxutmasın. Musiqiyə qulaq asaq. Bu birinci cümlə. Bu da ikinci cümlə. Musiqi tanış gəlirsə deyim, Eurovision mahnı müsabiqəsinin açılış musiqisidir. Charpentier deyə bir fransız bəstəkar var, barokko dövründə yaşayıb. Onun Te Deum Prelude adlı bir əsəridir. 9-cu simfoniyanın Beethoven finalındakı xor. Bura birinci cümlədir. Burada ikinci cümlədir. Dayandırmayacağım musiqini, elə bura qədər qulaq asaq. Birinci cümlə. Bu da ikinci cümlə. Kadensiyalar, baxın bu re majordadır da. Mi-də dayanır. Mi, do diyez. Bunlar dominant səslərdir. Yəni burada dominantada durur və sonra tonikada. Kadensiyalar önəmlidir. Bundan öncəki nümunələrə baxaq. Orada nə idi bizdə? Demək, re majordadır əsər. La-da durur. Demək, dominantda durur. Birinci cümləmiz sual effekti verir. Natamamlıq var. Və sonra tam kadansdır. Kamil kadans. Dominantadan sonra tonikanı verir. Yuxarıda re durur, aşağıda da re durur. Bəli, tam kamil kadensiya var. Əvvəlkinə baxaq. Bu la majordadır. La majorda mi, sol, si, aşağıda mi var. Tonikadan sonra dominantada. Tonika ilə bitirmir, baxın. Dominantaya keçir. Burada da yenə bir sual effekti yaranır. Və sonra tam la yuxarıda, la aşağıda. Tamam, la majordadır. Tonika səsləri ən aşağıda və ən yuxarıda. Melodik vəziyyətdə. Pasta da tonika durur. Dominantadan sonra gəlir. Burada bir autentik kadans var. Tam kamil kadans. Buna da baxaq. Burada biz nə görürük? Birinci cümlə və davamında da ikinci cümlə. Birinci cümlə diqqət etdinizsə, düzdür, aşağıda tonika vurur. Tonika səsi 3 səslisindən var. La, do yoxdur. Do'nu da yuxarıda verib. La, do, mi. Tonikada bitir. Tamam. Amma bu tam kamil deyil. Çünki əgər yuxarıda melodiyada la dursaydı, onda olacaqdı. Onda olardı tam kamil kadensiya. Belə olsaydı əgər. Belə olanda hətta buna bir cümləli period da deyə bilərdik, əgər la-da dursaydı. Amma dayanmır. Do-da durur, burada yenə də bir natamamlıq hiss olunur və davamı gedir.
tam kamil kadans burada hiss edirik. Cümlə periodu olaraq, bir cümləli periodu olaraq bu nümunəyə baxdıq. Bayaq indi kadansına baxaq, kadensiyasına. Demək fa. Bu subdominantasıdır. Sonra yenə subdominanta var. Və mi, sol, mi, do. Tonikaya keçir. Əslində dominanta səsə dəyir. Sonra tonikaya gəlir. Yəni burada tam kadensiya var. Subdominanta, dominanta və tonika. Buradakı sol səsini tonikaya da aid edə bilərik. Do minorda do, mi bemol, sol. Tonika üç səslisidir. Ya subdominanta və tonika. Belə baxsaq olur plagal kadensiya. Əgər subdominanta, dominanta, tonika kimi baxsaq olur tam kadensiya. Yadımıza salaq kadansları. Plagalda necə olurdu? Tonikadan əvvəl subdominanta gəlirdi. Tam kadanslarda necə olurdu? Həm subdominanta, həm dominanta, həm tonika olurdu. Uzun sözün qısası burada harmonik dövriyə var, kadensiya var. Ona görə bu cümlədir, fikir bitib. Bu bir perioddur. İndi baxaq sadə periodların 3 cümləli olanlarına. 3 cümləli period. Nümunələrə keçməmişdən əvvəl nəzəri məlumat verim. Bu periodda da sual-cavab əsas məsələdir. Ya 2 cümlə sual olur, 1 cümlə cavab olur. Ya da tərsinə, 1 cümlə sual olur, 2 cümlədə onun cavabı verilir. 3 cümləli periodlar sizə sonata formasını xatırlada bilər. Biz sonatada nə bilirdik? Ekspozisiya olur, işlənmə olur, təkrar olur. Bax, bu 3 cümləli periodlarda birinci cümlə sanki mahiyyət etibarilə ekspozisiyanı andırır, xatırladır. Elə bir vəzifə daşıyır. İkinci cümlədə inkişaf olur. Təbii ki, olmaya da bilər. Adətən belə olur. Üçüncü cümlədə inkişafın həm son mərhələsidir, həm də çox vaxt birinci cümlədən motiv işlənir və yaxud onun dəqiq ya da dəqiq olmasa da bir təkrarı verilir. Həm inkişafın son mərhələsi olur, üçüncü cümlə, həm də bir təkrar funksiyası da daşıyır. Bu üç cümləli periodlar bu baxımdan iki cümləli periodun törəməsi olaraq, törəməsi deyəndə, yəni iki cümləli periodun genişlənməsi nəticəsində əmələ gəlir. Genişlənmədir, əlavədir, filan, bunlara biz ayrı dərsdə baxacağıq. Belə halda genişlənmə olanda üçüncü cümlə ikinci cümlənin yeni kadensiya ilə təkrarı, təsdiqi kimi verilir. Hələ ki, nəzəri olaraq bu qədər, mən sizə nümunələri göstərim. Chopin'in La minor, ikinci prelüdü. Bunun əvvəli girişli iki xanə, hətta bu notları mən balacalaşdırım. Burası bizə hələ lazım deyil. Periodlara giriş olur, tamamlayıcı hissi olur, onlarda ixtisar da olur. Bunları da mən sizə ayrı dərsdə izah edəcəm. Qulaq asaq istəyirsiniz. Bunun tempi biraz aşağıdır. Əgər istəsəniz çox olmamaq şərti ilə videonun sürətini artıra bilərsiniz. Bura giriş. Birinci cümlə başlayır. Birinci cümlə bitdi. Tamamlama. Sonra qısa bir giriş yenə cümlənin əvvəlində. İkinci cümlə bitdi. Bura tamamlanır. Sonra üçüncü cümlənin də əvvəlində yenə giriş var. Necə ki, bir də var idi. Böyük giriş. Üçüncü cümlədəyik.
Üzr istəyirəm, bu işarə yarımçıq qalıb, bura qədər gəlməlidir. Siz bu və bütün nümunələrdə əsər ki bitir, nümunə bitir. Onun ən sonunda belə işarələr olur. Onlara fikir verməyin, xahiş edirəm. Bu proqramdan qaynaqlanır. Yəni bir sonraki nömrənin, məsələn burada 4-də 4 var. Onu burada da göstərir. Gizlədə bilmirəm. Bir şəkildə gizlənmir. Demək, bu giriş heç bunu çıxıram. Birinci cümləmiz, ikinci cümləmiz və üçüncü cümləmiz. Burada nə baş verir? Birinci cümləmiz sualdır. Çünki kadensiyasına baxırıq, əsər lə minordadır və burada lə minorun tonikasından demək olar ki, əsər əlamət yoxdur. İkinci cümləmiz burada da lədə durmur və aşağı səslərə baxsaq, dubl diyezlər filan, burada da lə minordan əsər əlamət hələ ki, ümumiyyətlə tonaldan çıxıb. Üçüncü cümləmiz bir xeyli genişlənib, tonikaya çox geç çatır. Normalda burada çatmağını gözləyirdik, hətta mən də işarəni bura kimi qoymuşdum. Çünki diqqət etsək, iki frazadan ibarətdir hər cümləmiz. Birinci cümlənin ilk frazası buradır, sonraki frazası bura. İkinci cümlə həmçinin o şəkildədir, amma üçüncü cümləmiz birinci fraza, ikinci fraza, amma bitmir. Və davam edir. Burada iki fraza daha var. Bura üçüncü fraza, dördüncü frazada bitir. Belə götürək hətta, dördüncü frazada bitir. Tonikaya nihayət ki gəlir. Əgər hiss etdirsə, çox aydın görsənməsə də bu üçüncü hissədə bir balaca inkişafın əlamətləri var. Dəyişiklik var. Misal üçün, bax elə götürək bu mövzunun gecikməsi. Xanənin əvvəlinə verilmir, ortada gecikdirir. Və tonal baxımdan yönəlmə var. Düzdür, birinci cümlədə də var. Üçüncü cümlədə nihayət evə qayıdır. Sizə başqa bir nümunə göstərim. Yenə Chopin'dən. 9-cu prelüd, mi major. Tərslikdən bu da ağır tempdədir. İstəsəniz yenə videonun sürətini artıra bilərsiniz. Sizə darıxdırıcı olsa əgər. Dinləyək. Burada birinci cümlə bitdi. İkinci cümləyə baxırıq. İkinci cümlədə burada bitir. Burada nə görürük? Kulminasiya görürük. Melodiyalarda kulminasiyalar olur. O melodiyanın xüsusiyyətlərindən biridir. Əsərlərdə kulminasiya nədir? Yəni həyəcanın, coşqunun ən yüksək pik nöqtəsi. Üçüncü cümləyə baxaq. Bu kadensiyanı gördüm, əvvəlki nömrə yadıma düşdü, unutmadan onu deyim. Burada əgər yadınızda qaldısa bura, sanki bəstəkar mi majorda bitəcəkmiş kimi bir ab-hava yaradır. Bunun sonunu bir də qulaq asaq. Lap axırda lə minora gəldiyi hiss olunur. Əgər bunlar olmasaydı, adam elə gələrdi ki, əsər mi majorda bitir. Dominanta və tonika. Avtentik. Burada bas açarı var, unutmayın. Ləda bitir, yuxarıda lə var, aşağıda da lə var. Tam kamil kadansdır.
Bayaqki nömrəyə gedək. Demək, birinci cümləmiz 4 xanə, ikinci cümləmiz də 4 xanədir. Üçüncü cümləmiz də 4 xanədir. Buna gələcəkdə kvadrat quruluşlu period deyəcəyik. İkinci cümlə, diqqət etdinizsə, sanki işlənmədir. Sanki, çünki burada kulminasiya da var. Üçüncü cümlənin əvvəli isə demək olar birincinin eynisidir. Hətta öz kanalında başlayır. Mi majorda başlayır. Deməli, birinci cümlə sanki təqdimatdır, ekspozisiyadır. İkinci cümlədə burada da sanki işlənmə var. Bax, hətta burada kulminasiyaya gəlir çatır. Üçüncü cümlədə isə işlənmə də hiss olunur, təkrarlıq da hiss olunur. Birinci cümləmiz sualdır, tonikada bitmir. İkinci cümləmiz də sualdır, çünki tonikada bitmir. Üçüncü sualımız isə cavabdır. Tonikaya gəlir çatır. Sual, sual və cavab. Bəzən tərs olur, bir dənə sual olur, iki dənə cavab olur. Amma orada bir şey qarışdırmamaq lazımdır. İkinci cümlə əgər eyni kadensiya ilə təkrarlanırsa, onda 3 cümləli period sayılmır. 2 cümləli perioda əlavə funksiyası daşıyır o. Əlavələrdə inşallah nümunəyə baxarıq. Cümlələrin hər biri müxtəlif kadensiyalarla verilir. Bax, bir dənə sizə nümunə göstərim hal-hazırda. Bu nə demək oldu? Yəni 3 cümləli periodda cümlələrin hər biri müxtəlif kadensiyalarda verilir. Tamam mı? Bir də deyirəm, ikinci cümlə eyni kadensiya ilə təkrarlananda 3 cümləli period sayılmır. 2 cümləli perioda əlavə sayılır bu. 3 cümləli periodda kadensiyalar fərqli olur. Bura oldu birinci cümlə. İndi kadensiyalara baxacağıq. İkinci cümləni işarə eləmirəm, fərqlənsin. Bu da olur üçüncü cümlə. Burada sadəcə melodiya var. Müşahidə görsənmədiyinə görə indi təyin eləmək istə çətin olacaq. Mən sizə deyim. Si minorda fa diyez. Bunu dominant olaraq da işarə edə bilərik. Həmçinin si, re, fa diyez. Si minorun ya dominantası ya da tonikası 3 səslimizin kvintası dayanır yuxarıda. İkinci cümləmiz harda bitir? Re-də. Və burada biz la diyezi artıq görmürük. Yəni si minorun harmonik halındakı biz burada görmüşdük. Ona görə nə deyirik? Bu onun paralel majorunda. Yəni re majorda bitir. Üçüncü cümlədə isə bax, re diyez var, la diyez var, sol diyez var. Fa diyez, do diyez onsuz da var idi. Bu gəlib fa diyez majora. Fa diyez major si minorun dominant analığıdır. Yəni dominantamız bizim burada fa diyezdəki durmuşdu. Üçüncü cümlədə gəlir fa diyez majora. Fa diyez majorun tonikasında bitir. 3 fərqli kadensiya var. Bu misalı niyə göstərdim? Eyni kadensiya varsa, əgər 3 cümlə kimi görünür, deyək ki, bir period. Amma içində 2 dənəsi ard-arda eyni kadensiya ilə bitir. O zaman o 3 cümləli sayılmır. 2 cümləli period sayılır. Amma əlavəsi var və yaxud genişlənməsi var deməkdir. 3 cümləli periodlarda müxtəlif kadensiyalar olmalıdır. Hər cümlənin öz kadensiyası olur. Si minor, re major, fa diyez major. Periodların başqa növlərinə baxanda inşallah yenə 3 cümləli periodlar inşallah görəcəyik. 2 cümləli periodlar dəqiqdir, onu görəcəyik. Amma 3 cümlələr də inşallah görərik və onları da təhlil edərik. Sadə periodlar mənə elə gəlir bu qədər yetərlidir. 1 cümləli, 2 cümləli və 3 cümləli periodlar nümunələrə baxdıq. Təbii ki, sonata gələcəkdə təhlil edəndə rondo və yaxud variasyonlar daha doğrusu mürəkkəb formalara, qurma formalara baxacağıq. 2 hissəli və yaxud 3 hissəli. Onlarda da biz yenə 2 cümləli, 3 cümləli periodlar görəcəyik. Bu son deyil, daha çox nümunələr görəcəyik. Hələ üstündən çox-çox keçəcəyik. Bunlar bir frazadır. Bu da frazadır. Əgər keçmiş mövzuları təkrar eləmək gərəkirsə. Bu da frazadır. Bu bir fraza. Bu başqa fraza. Bunu demişdim səhv eləmirəmsə. O bir nümunəyə baxaq. Nələrə baxdıqsa biz bugün onun frazalarına baxın. Bax, submotivlər var məsələn. Yaşıllar submotivlərdir. 4 dənə submotiv. Burada bir dənə motiv əmələ gəlib. Göylər motivdir, yaşıllar qruplar, submotiv. Frazalara baxaq, harda fraza var. Bu bir frazadır deyə bilərik.
İkinci fraza. Siqnal burada yoxdur. Bu birinci motiv bizim göy olan. Həmçinin intonasiya funksiyası daşıyır. Keçən dərslərimizdən nələr keçmişiksə təkrarlayaq. Fraza, fraza. Haydnın sonatasında da bu iki xanə bir frazadır. Bura submotiv sayılır. Bura submotiv birlikdə bir motiv əmələ gətirir və intonasiyadır. Bu intonasiya da eyni zamanda birinci motiv, ikinci motiv, bu bir fraza, növbəti motiv və burada submotiv var. Həmçinin bunun özü də dedim submotivdir. Bu da bir frazadır. İki fraza birləşib bir cümləni əmələ gətirib, o biri cümlədə həmçinin. İndidən deyim, gözünüz alışsın, belə formalar kvadratlı quruluş adlanır, belə quruluşlar. Məncə yetərlidir sadə periodlar haqqında. Başqa növlərlə davam edək.